Cəlilabadda bir müddətdir ki, yazlıq kartofun yığımına başlanılıb. Həm istixana şəraitində, həm də açıq təsərrüfatlarda məhsul yığımı davam eləyir. Rayonun bir sıra təsərrüfatlarında bir neçə həftədir ki, yazlıq kartofun yığımına başlanılıb. Rayon ərazisində təsərrüfatlarda 3000 hektar sahəyə yaxın kartof əkilib. Muğan kənd sakini fermer Tehran Hüseynov bildirir ki, bu il erkən əkilən kartofun vegetasiya dövrünə təsadüf edən qeyri-sabit hava şəraiti məhsulun inkişafına zərər vursa da, əksər təsərrüfatlarda bol məhsul gözlənilir. O məhsulunu yerli bazarla yanaşı xaricə də ixrac eləyir. Təbii xarici Ukrayna bazarına gedir, Rusiya, Belorusiya, Qazaxıstana gedir, əsasən Gürcüstana gedir. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Hafiz Kərimovun sözlərinə görə bir neçə ay öncə xaricdən gətirilən kartofun qiyməti 2 manatdan ucuz olmayıb. Amma yerli məhsul bazara çıxarıldıqdan sonra qiymət ucuzlaşıb ki, bu da alıcıların ürəyincədir. Təbii ki, əgər bu gün yerli məhsul istehsal olunubsa, xarici ixal olunan məhsulların qiyməti aşağı düşübsə, açıq sahələrdə xaraş kartofun yetişdirilməsi istehsalı zamanı təbii ki, qiymətlərimiz aşağı düşəcək. Qeyd edək ki, açıq sahələrdə yığım başlanandan bu günədək 15 min tondan çox məhsul tədarük olunub. Onun da 13 min tonu xarici bazarlara ixrac edilib.